Uşaqlar, mən sizə indi bu dəqiqə iki misal, iki məsələdən bəhs eləyəcəm. Hansı ki, bu iki misal 104-cü səhifədədir, iki məsələ, iki misal ki, onları mən tam çəkməyə müvəffəq olmadım. 104-cü səhifəni yarımçıq qoymuşam. İndi davam eləyirəm 7 ilə. 7-ci misalla. 7-ci misalda nə deyilir? Misal 7. 104-ün ardıdır bu. 104-cü səhifəni video yerləşdirmişəm. Bu ardıdır. 2 tam onda 4 vurulsun 7. Burada deyilir ki, ümumiyyətlə burada olan 6 dənə misalda tələb olunur ki, təkliyə qədər yuvarlaqlaşdırın. Təklik tam hissədə olur. Yuvarlaqlaşdırın, sonra vurma əməlini yerinə yetirin. Onluq kəsri təkliyə qədər yuvarlaqlaşdırıram. 2 tam onda 4, 2 deməkdir. 2-ni 7-yə vursam 14. 5 tam onda 1, yuvarlaqlaşdırıram təkliyə, yəni 5-in özünə qədər. 5-dir. 5-i də 2-yə vursam 10. Təxminən təqribilik işarəsi də var. 8 tam %15. 1 heç nə vermir. Yəni onda 1-dən tama təkliyə heç nə gəlmir. 8. 8 qalır. 8-i də 3-ə vursam 24. 3 tam onda %85 isə 8-dən 3 olan tam təklik 8-dən 1 dənə alır. 8 buna 1 verir. Olur 4. 4-ü 5-ə vursam 20. Necə verir? Hansı ədədlər tam hissəyə verir, təkliyə verir? Bunları keçmişəm uşaqlar sizinlə. Deməli, 3 tam %99-un 7 tam 1000-399-un təklik hissəsi 7-dir. 7-yə 3-dən heç nə gəlmir. 3, 5-dən kiçik olduğundan heç nə verə bilmir. Elə 7 qalır təklik. 7-ni də 3-ə vursam 21. 9 tam %99 isə bu 9 tam bu 9-dan 1 alır, 10 olur. Onu da 27-yə vursam 270 eləyər. Bu misal 7 idi. Səhifə 104-də. İndi misal 8-ə baxıram uşaqlar. Misal 8-də deyilir ki, ədədlər belə ardıcıllıqla düzülüb. Daha ikisini də biz yazmalıyıq. Mən biraz bunları rənglədim. Aralarında vergül qoymadım ki, qarışar. Ona görə rənglədim. Məsələn, 1 tam onda 1-i neçəyə vurublar ki, 2 tam onda 2. 2 tam onda 2-ni neçəyə vurublar, 4 tam onda 4. Elə təsəvvürləyək yoxdur. Vergül yoxdur. 11-i neçəyə vursaq 22 olar, 2-yə. 22-ni neçəyə vursaq 44 olar, 2-yə. 44-ü də 2-yə vursaq 88. 8 tam onda 8-i də 2-yə vurmaqla, əslində 44 deyil, bu 4 tam onda 4-dür. 8 tam onda 8-i də mən kənarda vururam 2-yə. Yəni 88-i 2-yə vursam, olar. 8 tam onda 8-i vururam 2-yə. 16 bir yadda. 17 tam onda 6 eləyəcək bu. Növbəti 17 tam onda 6. Bunu da 2-yə vurub, ikincini də istəyir axı bizdən. 2 dənə istəyir. Birini tapdıq. Bunu da 2-yə vuraq, ikincini tapaq. 17 tam onda 6-nı da 2-yə vururam. Siz də bunu özünüz qaydasını, birincini bildinizmi? Keçin, bunları da başa düşəcəksiniz. Keçin başqa özünüz eləyin. Videonu qapadın, bağlayın, özünüz eləyin. 2 vur 6, 12, 1 yadda. 2 vur 7, 14, o da 1, 15, 1 yadda. 1 vur 2, 15, 1 yadda, 2, 3. 35 tam onda 2 olacaq sonra. Bundan sonra. 35 tam onda 2. Deməli, 2-yə vurmaqla. Burada isə uşaqlar 0 tam onda 2, 0 tam onda 6, 1 tam onda 8. Buranı indi vergülsüz nəzərə alaq. 2, 6, 18, 54. Buradan baxırıq, görürük ki, 3-ə vurmaqlandır. 2-ni 0 tam onda 2-ni 3-ə vurublar, 0 tam onda 6, 0 tam onda 6-nı 3-ə vurublar, 1 tam onda 8 və s. Biz də 5 tam onda 4-ü 3-ə vuraq. 5 tam onda 4-ü 3-ə vuranda 3 vur 4, 12, 1 yadda. 3 vur 15, o da 1, 16. 16 tam onda 2 eləyəcək bu. 3'e vuranda 16 tam onda 2. İkinci bir ədədimizi də 16 tam onda 2'ni 3'e vurmalıyım. 16 tam onda 2'ni 3'e vuranda eləyər 6.
18 bir yadda 3 48 tam onda 6 olacaq. 48 tam onda 6. Bura baxaq uşaqlar. Burada isə 5-ə vurublar. 5-ə vurmaqlandır. Bir də bunları izah eləmirəm. 7 tam onda 5-i 5-ə vurub yazıram burada. 7 tam onda 5 vur 5-ə. Bəs bunu necə tapdım mən? Bunları tapmaq asandır. Bunu isə onluq kəsrə bölüb tapırsan. Bunu şifahi tapmaq olur. Bunu isə tapmaq üçün siz o hissəni keçməmisiniz. Bölünməsini. Tama bölünməsini keçmişsiniz. Onluq kəsrin onluq kəsrə bölünməsini elə keçməmisiniz. 5 vur 5, 7 tam onda 5-i 3-ə vuranda, yox 5-ə. 25 2 yadda, 35, o da 2, 37. 37 tam onda 5. Burada olacaq 5'e vuranda. 37 tam onda 5. 37 tam onda 5'i de 5'e vururam. Deməli 7 tam onda 5'i mən 5'e vurdum. Bəli. 5 vur 5 25 2 yadda. 35 7 tam onda 5 yok. 37 tam onda 5'i vururam bu dəfə. 25 2 yadda. 37 3 yadda. 17. Bu da olacaq 377 tam 5'e vursam 37 təxminən 40'dır. 377 eləmir axı. Qoyun səhv olsun. Mən tezdən eləyim. 37 tam onda 5'i 5'e vururam. 25 2 yadda 37 tam eləmir. 7 vur 5 35 37 3 yadda 3 vur 5 15 o da 3 18 187 tam onda 5 187 tam onda 5 bu 8. misal idi. 187 tam onda 5 biz ikisini tapdıq. Bax bu iki dənələri son iki dənəni biz bunlara baxıb bunlardan necə qanuna uyğunluq varsa biz də həmin qanuna uyğunluqla tapdıq. İndi məsələ 9. Məsələ 9-da belə bir bağdır. Mən sizə biraz bayram əhval ruhiyyəli yaratmaq üçün bağda yolka ağacları çəkmişəm. O dərəcədə yaxşı alınmasa da. Bağın uzunluğu 6 metrdir. Bizim bunlara baxanda görürük ki, suallarımız qırmızı nöqtə ilə göstərmişəm. Bağın perimetrini tapın. Siz perimetri bilirsiniz ki, uzunluqları da toplamalıyıq. Enləri də toplayıb və yaxud da uzunluğu 2'ye vururuq. Çünki 2 dənədir uzunluq. Eni də tapıb 2'ye vururuq. Sonra almışları, aldığımız rəqəmləri, ədədləri toplayırıq. Axı en verilməyib bizə. En verilməyib. En nə qədərdir? Məsələmizin şərtində deyilir ki, uzunluqdan 1,2 metr qısadır. Tapaq onda. 6 metrdən çıxaq 1,2'nə. Eni tapırıq biz. Burada bir eni sözündə yazıram. Eni, bağın enini tapıram. Olar. Burada bir sıfır təsəvvür eləsəm, ondan 2, 8, 5'dən də 1, 4. 4,8'dir. Bağın eni 4,8 metrdir. Metr. Bu da metrləndir. Perimetri tapanda 6'dan 2 dənədir. Bax bu bağın uzunluğundan 2 dənədir. Biri bu, biri də bu. 6 vur 2. Üstə gəl. 4,8 endir. Endən də 2 dənədir. Biri bu, biri də bu. Perimetri tapmağı keçmişəm sizə. Siz lap bunu 2-ci sinifdən keçirsiniz. 4,8 vurulsun 2'ye. Bərabərdir. 6'nı 2'ye vursam 12. Üstə gəl. 4,8'i 2'ye vursam 9,6 eləyər. Bu bir də dəqiq vurum. 4,8'i 2, 16, 1 yadda 9,6. Tamları toplasaq 12 tamla 9 tam eləyər. 21 tam onda 6. Bu perimetrdir. 21 tam onda 6. Biz nəyi tapdıq bundan? Perimetri. P yazıram bura. Bərabərdir. Sonra bağın sahəsini də istəyir ki, bu yolka bağını, şam ağacları olan bağın
sahəsini də tapmalıyıq. Sahəni S yazırıq, amma riyaziyyatda S oxunur. S bərabərdir. Eni sahəni tapmaq üçün, bu təkrardır ya uşaqlar. Siz mənim cümləmin ardını da siz deyə bilərsiniz. Sahəni tapmaq üçün, bağın sahəsini tapmaq üçün eni uzunluğa vururuq və yaxud uzunluğu enə vururuq. Bax, bunu siz bilirsiniz. Və bunu belə bir məqamda siz bunu səsini də ala bilərsiniz. Və yaxud da məsələn, videonu burada baxmayıb özünüz eləyə bilərsiniz. 6 metr vurulsun 4,8 metrə bərabərdir. Bağın perimetri uzunluq olduğundan metrlə olur. Burada isə sahə olduğundan sahə vahidi bilirsiniz ki, metr kvadratdır, santimetr kvadratdır. İndi mən 4,8-i 6-ya vuracağım. 48, 4 yadda, 24, o da 28, bir ayıram. 28 tam 10'da 8. Metrin üstünə metr gələndə, bax burada, bunun metri idi, bu da metri idi. 12 metr, üstə gəl 9,6 metr, toplayanda metr eləyir. Amma metrə vuranda, metr üstü 2 eləyir və yaxud da metrin kvadratı eləyir. 10-cu məsələ. Avtomobil 10 litr benzinlə bu qədər yol gedir. 85 tam %74 kilometr. 10-cu məsələdir. Avtomobil, yəni maşın 10 litr benzin tökür və yaxud da bakında benzin var maşının çənində. 10 litr benzini var, bu qədər yol gedəcək. 85 tam %74, 100-dən kiçikdir getdiyi yol. Motosiklet isə 10 litr benzinlə 172, az qala 200 kilometrə yaxın yol gedir. Hansı az benzin işlədir? Yəni motosiklet az benzin işlədir. Hər biri 40 litr benzin işlədərsə, nə qədər yol gedərlər? Benzin 40 litrdirsə, burada 10 litrdir. 40 litrdirsə 4 dəfə artacaq. Avtomobilin benzini 4 dəfə artacaq. Onda yol da 4 dəfə artacaq. 5,74'ü vururam 4'ə. 5,74 vurulsun 4'ə. 4 vur 4, 16, 1 yadda, 28, o da 1, 29, 2 yadda, 4'ü 5'e 20, o da 2, 22. Vergülden sonra 2 rəqəm olduğundan ayırıram. 22 rəqəm 5 tam %74. 5 değil 85 tam %75. 4 vur 4, 16, buraya kadar geldik. 4 vur 5, 20. O da 22, 2 yadda. 4 vur 8, 32, 34. 34 eləyəcək. 342 kilometr gidəcək. Bəs motosikletçinin getdiyi yolu isə 172'dir. 145 de var. 172 tam o %45. Bunu da vururuq 4'ə. 4 vur 5, 22 yadda. 16, o da 2, 18, 1 yadda. 8, o da 1, 9. Yadımızda heç nə yoxdur. 4 vur 7, 28, 2 yadda. 1 vur 4, 4, o da 2, 6. 2 dənə ayır, 3 dənə ayırırıq burada. 1, 2, 3, 1, 2, 3. Düz olmur axı elə, düz vermir cavabı. 245, 172, vergül buradadır. Deyirəm ama düz vermir. Onda motosikletçi gidəcək, bax, bu qədər. 689. Avtomobil isə 342, 96. Hansı çox getdi? Bu. Nə qədər yol çox gedibdir motosikletçi? 689 tam 80'dən çıxıram 342 tam 2 tam %96'nı 10 1 verirəm, bura olur 10. 10'dan 6 4 burada qaldı 7. 17'den 9 8 1 götürmüşdük buradan.
Burada qalmış 8-dən 2, 6, 8-dən 4, 4, 6-dan da 3, 3. Cavab bax budur. Burada vergül qoyuruq. Düz vergül çıxmada, toplamada düz aşağıya gəlir. Burada isə vurma işarəsi, burada da vurma işarəsidir. Budur. Nə qədər artıq gedib? 346 tam %84 kilometr artıq getmişdi. Bax, bunu soruşurdu bizdə məsələdə. Burada kilometrlər yaza bilərsiniz. Burada kilometr. Bu 104-cü səhifədə 104-cü səhifədə qalan 2 misal və 2 məsələ idi ki, sizə kömək etdim, yazdım. Siz də bəyənin, abunə olun, paylaşın. Sağ olun.